Mübariz İbrahimovun adını əbədiləşdirmək üçün daha önəmli bir addım atıldı. Belə ki, gördüyünüz bu salonda Azərbaycan Respublikasının milli qəhrəmanının adını əbədiləşdirmək üçün qrup təqdim olundu. Bu qrup Mübariz İbrahimovun adı ilə eynidir və Mübariz İlahi Nəğmələr qrupu bu günlərin 4 musiqisini bizə təqdim etdi və bu 4 musiqi məhz Mübariz İbrahimovun qəhrəmanlığı barəsində yazılmış musiqilərdir. Yanvar ayının 3-ü Şəhid Seyyid Mübariz İbrahimovun adına yaradılan Mübariz İlahi Nəğmələr qrupunun təqdimatı keçirilib. Qrup təqdimat zamanı görüləcək işlərdən, gələcək layihələrdən media mənsublarına məlumat verib və tezliklə işi üzü görəcək yeni albomları haqqında danışıblar. Onlar bildiriblər ki, qrupun yeni albomunda Mübariz İbrahimova həsr olunmuş tam 4 mahnı yer alacaq. Mübariz İlahi Nəğmələr qrupunun üzvləri Nəzir Kərimov və Kamran Kərimovun bildirdiklərinə görə onların sırf hədəfləri Allah və vətən yolunda xidmət göstərmək, milli qəhrəmanlarımızın adını əbədiləşdirməkdir. Sonda isə onu da qeyd edək ki, yeni yaranmış qrupa Şəhid Mübarizin atası A. Kərim İbrahimov uğurlar arzulayıb və onlara təşəkkürünü bildirir.